Ondan sonra üçüncü hədis gəlir. Bu hədis Ənəs radiyallahu anhunun hədisidir. Sahur etmək barədə, sahuru etməyin bərəkətli olması barədə. Ənəs ibn Malik radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi və səlləm təsəhharu fə innə fis-səhuri barakə. Ənəs radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu: sahur edin, həqiqətən sahurda bərəkət vardır. Burada hədisdə keçən səhur sözünün mənası, səhur sin hərfi fəthəli olduğu zaman yeməyə deyilir. Yəni yeməyin özünə səhur deyilir və həmçinin sin hərfi damməli olduğu zaman isə suhur olduğu zaman yemək feilinə deyilir. Bir var yeməyin özü, bir də var feil. Yeməyin özünə səhur deyilir, feilə isə suhur deyilir. Necə ki, tahur və duhur kimi. Tahur sudur, duhur isə dəstəmaz almaq feilidir. Bu hədisin qısa mənasında şeyx qeyd edir ki, yəmrun nəbiyyü sallallahu aleyhi və səlləm bit təsəhhur, əlləzi huvə əkl və şurb vaqtus səhər, isti'dadən lissiyam. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sahur etməyi əmr edir bu hədisdə, hansı ki, o da yemək və içmək. Sahur vaxtı yemək və içməkdir. Sahur etmək nədir? Səhər vaxtı oruç tutarkən sübh əzanından əvvəl yemək və içməyə sahur etmək deyilir. Nə üçün? Oruca hazırlaşmaq üçün. Oruca hazırlaşmaq üçün və burada ilahi hikməti bildirir Peyğəmbər sallallahu aleyhi və səlləm. O da deyir ki, bərəkətin hasil olması. Həmin vaxt sahur etmək, həm yeməyin özündə, həm feildə bərəkət var və dünyanın və axirətin bərəkətləri hasil olur. Sahurun bərəkətlərindən insan sahur etdiyi zaman səhərdən axşama qədər Allah-u Teala'ya gözəl ibadət edə bilir və artıq gümrah olur və çox acılıq və susuzluq hiss eləmir. Və bu ilə Allaha ibadət etmək üçün özünə yardım götürür. Yəni ac olan insan, susuz olan insan çox aclığında, çox susuz olanda artıq ibadətlərdən tənbəlləşir. Və həmçinin sahurun bərəkətindən sahur eləməyən insan o biri günü oruç tutmaq istəmir. Və yaxud da 1-2 gün sahur eləməsə, 3-cü günü artıq oruç tutmaq istəmir. Çünki sahur eləmədiyi günlər əziyyət çəkir, çox aclıq, çox susuzluq keçirir və ola bilər ki, insan artıq orucunda davam eləməsin. Onun üçün ağır gəlsin. Ona görə sahurun bərəkətindəndir ki, insan sahur eləyəndə artıq bezmir və o bir günlərdə daha da həvəsli olur ki, insan orucuna davam eləsin. Və həmçinin sahurun bərəkətindən Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyin hasil olması. Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyin hasil olması və bunun savabının hasil olması. Və həmçinin sahurun bərəkətindən insan gecə vaxtı sübh namazından əvvəl qalxır, sahura Allahı zikr eləyir. Həmin əzəmətli, bərəkətli bir vaxtda Allah-u Teala'ya istiğfar eləyir, Allahdan bağışlanma diləyir və sonra cemaatlıqla bərabər gələrək fəcr namazını qılır. Amma sahur eləməyən insanda isə çox vaxt müşahidə olunur ki, o insan nəinki gecə namazına qalxmaq, nəinki gecə sübhdən əvvəl zikr etmək, hətta bəzən sübh namazını da tərk edə bilir. Baxırsan ki, sübh namazında, Ramazan ayında, sübh namazında məscidlərdə insanlar başqa aylardan fərqli olaraq daha çox olur. Və nəyə görə? Bu da həmçinin sahurun bərəkətindəndir ki, insan sahura qalxır və ondan sonra namazını məsciddə cəmaatlıqla birlikdə əda etməyə gedir. Həmçinin sahurun bərəkətindən sahur etmək özü insan bu ilə Allaha ibadətdə, itaətdə yardım niyyət eləyərsə, yardım olunsun deyə niyyət eləyərsə və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyi niyyət eləyərsə, bunun özü bir ibadətdir. İnsan sahura durarkən bu niyyəti etməlidir ki, hətta həmin sahur etməsi də onun üçün ibadət sayılsın. Allah-u Teala'nın şəriətində bir çox hikmətlər və sirlər var və bəzi hikmətlər, sirlər bizlərə aydındır və bəziləri bizlərə aydın olmasa da, məlum olmasa da
biz tam şəkildə iman gətirərək boyun əyməliyik. Hədisdən götürülən faydalardan istihbabus səhur və imtisalul əmr şər'i bi fi'lihi. Sahur etməyin müstəhəb olması və sahur edərkən Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə tabi olmaq. Və həmçinin faydalardan hədisdə keçdiyi kimi sahurda baş verən bərəkət. İnsanın günündə artıq bərəkət olur. Həmçinin səhər qalxaraq sahur etməsində, həmin etdiyi yeməyin özündə artıq bərəkət olur və insan sahur etməyi tərk etməməlidir. Ondan sonra şeyx buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, sahur edin, burada əmirdir və əmrin zahiri vacibliyi bildirir. Vacibliyi bildirir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləmdən visal orucu sabit olduğuna görə buradakı vaciblik müstəhəbliyə düşür. Yəni, sahur etmək müstəhəbdir. Sahur etmək müstəhəbdir. Bundan sonra 4-cü hədis gəlir və gələn dərsimizdə inşallah 4-cü hədisdən davam edərik. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.